Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq niyyətindədir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, əgər təşkilat bizi buraxmasa, özümüz çıxmaq barədə addım atacağıq. Ümumiyyətlə, Paşinyan mətbuat konfransında sülhlə kommunikasiyaların açılması və digər məsələlərlə bağlı fikir bildirib. Biz də bu mövzunu siyasi şərhçi Müşfiq Abdullah ilə birlikdə müzakirə edəcəyik. Salam Müşfiq müəllim, xoş gördük sizi. Salam, Müşfiq müəllim, elə buradan başlayaq ki, Paşinyan mətbuat konfransında bildirdi ki, biz bu təşkilatdan çıxmaq niyyətindəyik. Real görünürmü ümumiyyətlə indiki bir məqamda, indiki vəziyyətdə təşkilatdan çıxmaq? Əvvəla Paşinyanın bu açıqlamasında yenilik yoxdur. Yəni mən yenilik görmürəm. Çünki Ermənistanın belə bir addım atacağı, yəni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq niyyətini bəyan edəcəyi gözlənilən idi. Bir neçə il idi bu istiqamətdə Ermənistan hakimiyyəti müəyyən sistemli addımlar atırdı. Amma məncə bu məsələyə biz daha çox tarixi siyasi aspektdən baxsaq daha düzgün olar. Paşinyan hakimiyyətə gələndə Ermənistan parlamentinin deputatı idi. Bəli. Və o həmin vaxt YELK fraksiyası adlanan bir fraksiyanın üzvü idi. YELK ermənicə çıxış deməkdir. Və bu fraksiyanın əsas siyasi kursunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından və Avrasiya İqtisadi Birliyindən çıxmaq təşkil edirdi. Ona görə də adını YELK qoymuşlar. Və bu fraksiya Qərbin dəstəyi ilə zaman-zaman 2018-ci ildə hakimiyyətə gətirildi. Və ondan sonra Paşinyan artıq bu istiqamətdə konkret siyasət yürütməyə başladı. Və hətta o Putinlə ilk dəfə Rusiya prezidenti Vladimir Putinlə ilk görüşündə hakimiyyətə gəldikdən sonra ona belə bir söz demişdi ki, siz müstəqil dövlətin daxili işlərinə qarışırsınız. Yəni bu Rusiyaya böyük zərbə idi. Ona görə də Ermənistanın belə bir addım atacağı proqnozlaşdırılan bir məsələ idi və sonradan 2020-ci ildən sonra Nikol Paşinyan Rusiyanın regionda siyasi və hərbi nüfuzunu, iştirakını zəiflətmə istiqamətində müəyyən addımlar atmağa başladı və bu baxımdan da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dayandırmaq istiqamətində müəyyən addımlar atdı. Biz gəlin xatırlayaq, Nikol Paşinyanın belə bir ifadəsi vardı ki, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətimizi dondurmuşuq. Hətta bunu sonralar Ermənistan parlamentinin spikeri Alen Simonyan da dedi, Xarici İşlər Naziri də dedi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində keçirilən ümumiyyətlə bütün istər nazirlər səviyyəsində, istər spikerlər səviyyəsində, istər hökumət başçıları səviyyəsində keçirilən bütün tədbirlərdə iştirakını dayandırdı. Məsələ burasındadır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq hüquqi müstəvidə həll olunan məsələdir. Yalnız siyasi müstəvidə həll olunan məsələ deyil. Bu məsələ KTMT-nin nizamnaməsinin 19-cu və 20-ci maddələrində öz əksini tapıb və o yolla həll olunur. 19-cu maddədə göstərilir ki, üzv dövlətin hər biri təşkilatdan çıxmaq hüququna malikdir. 20-ci bu maddədə göstərilir ki, deməli, təşkilatın nizamnaməsinə əməl etməyən, üzvülük haqlarını ödəməyən, prosedur qaydaları pozan dövlət təşkilatın ali orqanı olan şura tərəfindən üzvlükdən çıxarıla bilər. Ancaq burada bir bənd də var ki, üzv dövlət üzvlükdən çıxmaq üçün 6 ay öncədən depozitariyə müraciət etməlidir. Yəni, Ermənistan dururkən birdən mən bu təşkilatdan çıxıram deyib çıxa bilməz. Səbəblər olmalıdır yəni. Səbəb, o 6 ay öncə, yəni hüquqi prosedur var. 6 ay öncə depozitariyə, daha konkret desək, şuraya və şuradakı Rusiya və digər dövlətlərə müraciət etməlidir. Və şurada bu məsələ səsə qoyulduqdan sonra həmin dövlətin üzvlükdən çıxarılması ilə bağlı qərar qəbul edilərkən nizamnaməyə görə həmin dövlətin səsi nəzərə alınmır. Yəni Ermənistan orada belə yazılıb. Bu deməkdir ki, Ermənistanın üzvlükdən çıxarılması məsələsinə baxarkən Ermənistanın səsi və rəyi nəzərə alınmayacaq. Yəni üzvlükdə o çıxarıla da bilər, çıxarılmaya da bilər. Bu məqamda Rusiyanın reaksiyası necə ola bilər buna?
Düz artıq belə deyək ki, söhbətlər gedirdi deyə artıq o özünü hazırlamışdı. Düşünürdü ki, məsələn bu birdən-birə ortaya atılan addım deyildi. Artıq 2023-cü ildən səhv eləmirəmsə bu məsələ gedir ki, KMTT-dən çıxmaq niyyətindədir Ermənistan. Bəs Rusiyanın ümumiyyətlə reaksiyası necə ola bilər? Rusiya ilə Ermənistanın münasibətlərini əsas qırılma, gəlin fikir verək, hansı dövrə təsadüf elədi? 2022-ci il noyabrın 23-də Ermənistanda KMTT üzv olan dövlətlərin, dövlət başçılarının sammiti keçirilirdi. Və həmin sammitdə Ermənistanın baş naziri yekun protokolu imzalamaqdan imtina etdi. Bəli, bəli. Və bundan sonra Putinlə, Rusiya ilə Ermənistan rəhbərliyi arasında ziddiyyətlər yarandı. Və KMTT üzvü olan ölkələrin müşahidəçilərinin Azərbaycan-Ermənistan şərti sərhəddinə düzülməsinə Ermənistan icazə vermədi. Əvəzində Avropa İttifaqının müşahidəçilərini gətirdi, yerləşdirdi. Və bu Rusiyanın regiondakı maraqlarına zərbə idi. Ona görə də həmin vaxtdan aralarındakı belə deyək, ziddiyyətlər artmağa başladı. Rusiya çox güman ki, əslində Rusiya müəyyən rəsmilər səviyyəsində Ermənistana dəfələrlə xəbərdarlıq edib. Əgər Rusiya KMTT-dən, üzr istəyirəm, Ermənistan KMTT-dən çıxarsa, Rusiya yəqin ki, birinci növbədə iqtisadi sanksiyalara əl atacaq. Ermənistanın həm KMTT-dən çıxıb, eyni zamanda Avrasiya İqtisadi Birliyində qalması mümkünsüz bir məsələdir. Aydındır.